Təsəvvür edin, elə bir kənddə yaşayırsınız ki, burada sizdən başqa heç kəs yoxdur. Nə hisslə keçirərdiniz? Bəli, Azərbaycanda belə bir kənd var. Bu kəndin cəmi bir sakini var. Yerin Qulağı kanalı olaraq bu dəfə Azərbaycanda ən az sakini olan kəndləri araşdırmışıq. Azərbaycanda əhali sayı 100 nəfərdən az olan 514 kənd birləşdirilir. Ölkəmizdə əhalisi 5 nəfər və daha az olan 7, sadəcə 1 nəfər yaşayan 3 kəndin olduğunu bilirdinizmi? Yerin Qulağı kanalı ən az əhali yaşayan, yüzlərlə birləşmə təhlükəsi olan kəndlərlə bağlı məlumatı təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Dahar, Keşxurd, Əlməkolu, Şələ, yəqin ki, böyük əksəriyyət bu kəndlərin adını eşitməyib. Onlar Azərbaycanda ən az əhali yaşayan kəndlərdən bir neçəsidir. Azərbaycanda kiçik kəndlər birləşdirilə bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda ötən il 4244 kənd yaşayış məntəqəsi olub. Kəndlərin 514-ündə əhalinin sayı 100 nəfərdən azdır. 94 kənddə isə əhalinin sayı 5000-dən çoxdur. Azərbaycanda əhalisi 5 nəfər və daha az olan 7 kənd var. İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndlərində 1, Dahar və Keşxurd kəndlərinin hər birində 4, Neftçala rayonunun Kürdili kəndində 1, Qızqayıtlı kəndində 2, Ağsu rayonu Kövlüc kəndində 4, Xızı rayonunun Güneyqışlar kəndində isə 5 nəfər yaşayır. Əhalisi 5 nəfər və daha az olan kəndlər Xızı, İsmayıllı, Neftçala, Yardımlı, Daşkəsən, Ağsu və Şabran rayonlarında daha çoxdur. Təqdim olunan statistikada cəmi 20 kənddə əhali sayının 8-10 min arası olduğu göstərilib. Ümumən ölkədə 4244 kənd varsa, 20 kənd heç 5% də demək deyil. Bu ciddi bir siqnaldır və təcili surətdə lazımi, təxirəsalınmaz tədbirlər görülməlidir. Ən əsas tədbir də məşğulluq səviyyəsinin və kəndlərin torpaqdan istifadə imkanlarının artırılması olmalıdır. Azərbaycanda elə kəndlər var ki, orada cəmi 1-2 nəfər yaşayır. Ölkəmizdə əhalisi ən az olan kənd Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki, həmin kənddə cəmi 1 nəfər yaşayır. Kənddə yaşayan Alı Əhmədov niyə tək qaldığının səbəbini açıqlayır. Acıdərə kəndi Şamaxı rayonunun Göylər İnzibati ərazi dairəsində yerləşir. Acıdərə çayının sahilində Ləncəbil silsiləsinin ətəyindədir. Rayon mərkəzindən 25 km cənubdadır. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış Çıraqlı tayfasının qışlaq yeri olub. 1896-cı ildə Çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan Post Çaparxana ətrafında məskunlaşıb. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılıb. Kənd sakini Alı Əhmədov uzun illər əvvəl bura köçüb. Onun sözlərinə görə o, bu kəndə gələndə bu qədər tənha yaşayacağını düşünməyib. Pirsaat çayının sahilində yerləşən Acıdərə kəndində bu günə qədər yaşayan insanlar köçəri həyat sürüb. Bir müddət sonra isə buradan ayrılıblar. Kənd ərazisi dağlıq və düzənlikdən ibarətdir. 3 övladı olan Əhmədovun ailəsi ay ərzində 1-2 dəfə onu ziyarət edir. Yeməyini bişirir, evini təmizləyir. Bütün çətinliklərə baxmayaraq o, burada özünü xoşbəxt hiss edir. Onun ən böyük arzusu gələcəkdə Acıdərə kəndində evlərin və sakinlərin sayının artmasını görməkdir. Əhali sayına görə sonrakı yerləri isə ölkəmizdə İsmayıllı rayonunun Pirqam kəndi 2 nəfər, Gərzə kəndi 3 nəfər, Dahar kəndi 5 nəfər tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Neftçala rayonunun Qızqayıtlı kəndində 3, Siyəzən rayonunun Əlməkulu kəndində 4, Qax rayonunun Bağtala kəndində 9, Yardımlı rayonunun Musa kəndində isə 8 nəfər yaşayır. Bundan əlavə, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Hazırda həmin ərazi kənd statusu daşısa da heç kim yaşamır. Məsələn, Balakən rayonunun Göyəmtala, Darvazbinə, Abjit, Mazım Qarışan, Bərdə rayonunun Çərəlilər kəndi, Cəlilabad rayonunun Novaqolovka qəsəbəsi, Hacıqabul rayonunun Balıqçı qəsəbəsi, Meyniman kəndi, Xaçmaz rayonunun Qaraxoba, Ürəynoba, Xızı rayonunun Yuxarı Əngilan, Qas kəndində heç kim yaşamır. Quba rayonunun İbrahim Haput, Gədik, Qobustan rayonunun Şıxlar, Damlamaca, Dağçolanı kəndində, Şamaxı rayonunun Yeni Qız Meydan, Zaqatala rayonunun isə Əzgili kəndi kənd statusu daşısa da hazırda orada heç kim yaşamır. Azərbaycanda əhalisi ən az olan 27 kənd. Bu kəndlərdə əhalinin sayı 15 nəfəri keçmir. 1. İsmayıllı rayonu Pirəqanım kəndi 1 nəfər yaşayır. İsmayıllı rayonu Gəncə kəndi 1 nəfər yaşayır.
Neftçala rayonu Kürdilli kəndi 1 nəfər yaşayır. Neftçala rayonu Qızqayıtlı kəndi 2 nəfər yaşayır. Ağsu rayonunun Kövlü kəndi 4 nəfər yaşayır. İsmayıllı rayonunun Daha kəndi 4 nəfər yaşayır. Siyəzən rayonunun Əlməkolu kəndi 4 nəfər yaşayır. İsmayıllı rayonunun Keşxurd kəndi 4 nəfər yaşayır. Xızı rayonunun Güney Qışlaq kəndi 5 nəfər yaşayır. Siyəzən rayonunun Müşkül Qazma kəndi 5 nəfər yaşayır. Xızı rayonunun Vərdax kəndi 6 nəfər yaşayır. Ağsu rayonu Xasıdərə kəndi 8 nəfər yaşayır. Qax rayonu Bağtala kəndi 8 nəfər yaşayır. Yardımlı rayonu Şələ kəndi 8 nəfər yaşayır. Siyəzən rayonunun Kolanı kəndi 10 nəfər yaşayır. Daşkəsən rayonu Çaykənd kəndi 10 nəfər yaşayır. Siyəzən rayonunun Köhnə Quşçu kəndi 10 nəfər yaşayır. Yardımlı rayonunun Musa kəndi 11 nəfər yaşayır. Siyəzən rayonu Qərəh kəndi 11 nəfər yaşayır. Xızı rayonu Təzəkənd kəndi 12 nəfər yaşayır. Ağsu rayonunun Kəndaxan kəndi 13 nəfər yaşayır. Xızı rayonunun Qızıl Qazma kəndi 13 nəfər yaşayır. Şabran rayonu Qarasaylı kəndi 13 nəfər yaşayır. Xızı rayonunun Ənbizlər kəndi 13 nəfər yaşayır. Xızı rayonu Tudar kəndi 14 nəfər yaşayır. Şabran rayonu Hacı İskəndərli kəndi 14 nəfər yaşayır. Şabran rayonu Nohurlar kəndi 15 nəfər yaşayır. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi iqtisadiyyatın inkişafı, infrastrukturun təkmilləşdirilməsi, təhsil və səhiyyə xidmətlərinin yaxşılaşdırılması, eyni zamanda təbii resursların səmərəli istifadəsi baxımından müsbət nəticələr verə bilər. Elə kənd var ki, cəmi 1 nəfər yaşayır. Onlarla kənd var ki, 8-10 nəfər, 20 nəfər yaşayır. Bu cür kəndlərə qaz, yol çəkmək, işıq, su ilə təmin etmək çox çətin məsələdir. Hazırda Azərbaycanın ən çox əhali yaşayan kəndi Abşeron rayonunun Masazır kəndidir. 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıya alınmasına görə Masazırda 68.273 nəfər sakin olub. Siyahıda ilk üçlükdə Masazır daxil olmaqla Abşeron rayonunun Məmmədli kəndi və Novxanı kəndidir. İlk onluğa düşənlər Tovuz rayonunun Əyyublu, Aşağı Quşlu kəndləri, Biləsuvar rayonunun Xırmandalı, Quba rayonunun 2-ci Nücədi, Qazax rayonunun Daşsalaqlı kəndləridir. Bu kəndlərin əhalisi 10.000 nəfərdən çoxdur. Şəmkir rayonunun Zəyəm, Cırdaxan, Düyərli, Lənkəranın Boladı, Beyləqanın 1-ci Şahsevən, Şəkinin Kiçik Dəhnə, Başgöynük, Sədərək rayonunun Sədərək, Cəlilabadın Alar, Qubanın 1-ci Nücədi kəndlərində 8-9 min əhali yaşayır. Zaqatalanın Muxax və Yuxarı Tala kəndlərinin əhalisi də 8 mindən bir qədər çoxdur. Kəndlərdə əhalinin sayının azalması səbəbi isə bəllidir. Bunu paytaxtın gündən-günə böyüməsi, sıxlığın daha da artması təsdiq edir. Məlum məsələdir ki, məşğulluq, iri təsərrüfatlar yoxdursa, kənd əhalisi şəhərlərə üz tutur. Bu, tarixən belə olub. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.